Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 27-sindən 30-nadək Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi ərazilərdə küləyin güclənəcəyi bildirilir. Həmçinin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sulluğun artacağı və qısa müddətli sel keçəcəyi ehtimal olunur. Baş Dövlət Yol Polis İdarəsindən hava şəraiti ilə bağlı xəbərdarlığında bildirilib ki, yollarda yarada biləcək təhlükələri nəzərə alaraq hərəkət iştirakçılarına diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq. Sürücülərə yağıntılı hava şəraitində sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəni artırmaq, qəfil və sərt manevrlardan çəkinmək, ötmə zamanı xüsusilə ehtiyatlı olmaq tövsiyə edilir. Küləyin gücü olduğu ərazilərdə, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin sürücüləri daha diqqətli olmalı, daşınan yükün etibarlı bərk edilməsinə və nəqliyyat vasitəsinin dayanıqlılığına xüsusi diqqət yetirməlidirlər. Piyadalara isə yağıntı və külək səbəbindən görmə imkanlarının məhdudlaşa biləcəyini nəzərə almaq, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmək tövsiyə olunur.